Adil adında bir oğlanın xəstə anası olur. Bu Adil xəstə anasını götürüb gətirir xəstəxanaya. Həkim baxır, yoxlayır, deyir ki, sənin anan bəx xəstədir, bir həftə müddətində əməliyyat olmalıdır. Əgər əməliyyat olmasa, sənin anan öləcək. Bunu eşidən Adil çox kasıb bir insandır. Həyatını güclə keçirir. Qalır mətər, həkimə deyir ki, həkim, onda biz gedək, biz yenidən xəstəxanaya qayıdacaq və mən anamın əməliyyat pulunu düzəldəcəm, onu əməliyyat elətdirəcəm. İndi hələlik biz gedək evə. Və xəstə anasının əlil arabasındaymış, sürə-sürə gətirir evə. Evə gətirərkən anasına deyir ki, ana, həkim dedi ki, sənin heç bir xəstəliyin yoxdur, yaxşı olacaqsan, heç bir qorxub eləməginə. Gedək evə, mən sənə bir şorba da pişirəcəm, içib dincələrsən, yaxşı olacaqsan. Amma öz içində dərdi özünü yeyir. Bəli, oğlan anasını evə gətirir, anası evdə susadığını, bir iskan ona su verməyini xahiş edir. Adil bir stəkan gətirib anasına su verir. Suyu içdikdən sonra anası deyir ki, Adil, o televizoru açqına, mən bir o televizora baxım. Adil deyir ki, ana, sənin televizora baxmağın, işığa baxmağın qadağan olunub. Bu sənin səhhətinə pis təsir eləyər. Ona görə sən bu şeylərdən uzaq durmalısan. Amma faktdır ki, belə bir qadağa yox idi. Adil işıq pulunu ödəyə bilmədiyindən onun elektrikini də kəsmişdilər. Ona görə bu sözləri anasına deyirdi. Anası deyir, ana, sən yat dincəlginə, mən gedim işə, qayıdıb gələcəm, sənə bir yaxşı şorba pişirəcəm, yeyib içib dincələrsən. Və öz iş arabasını götürüb çöplərdən dəmir toplamaq üçün gedir. Bu dəmirlərin içində eşələnir, dəmir qırıntıları toplayır. Adil özü də başa düşürdü ki, bu dəmir qırıntıları ilə anasının əməliyyat pulunu düzəldə bilməyəcək. Amma naümid deyildi, işini hisslə yerinə yetirirdi ki, anasının əməliyyat pulunu düzəltsin. Adil birdən çöplərin içərisində bir canta olduğunu görür. Cantanı götürür, açır, baxır içində görür, o cantanın içində nə qədər pul var. Sevincinin həddi hüdudu olmur. Sevinir ki, pul tapıb artıq anası ölməyəcək, onu əməliyyat elətdirəcək. Sevinə-sevinə qayıdır evə, cantanı, siyirməni çəkib qoyur siyirməyə, gəlir anasına şorba pişirib verir. Deyir, ana, darıxma günah, sən qurtulacaqsan. Səni əməliyyat elətdirəcəm, xəstəliyin yadın yaxşı olacaq. Anası da bilir ki, ağır xəstədir. Ağırdan dözə bilmir, bu xəstəlik bunu öldürəcək. Siz təsəvvür edin ki, xəstə belə ki, o ölüm yatağındadır, o nə vəziyyətdə olar, amma oğlunun üzünə vurmur. Oğlan gəlir, cantanı açır, görür cantanın içərisində pullarla yanaşı reseptlər də var. Deyir, aya, bu kiminsə puludur, yəqin onun da xəstəsi var, bu pulları onun üçündür. Mən bu pulları
götürə bilmərəm. Axı anam məni belə yetişdirməyib. Anam məni dürüst yetişdirib. Qalır iki canın arasında. Öz dürüstlük vicdanı ilə sızıldayan anasının xəstəliyi arasında. Ne eləsin, ne çox fikirləşir. Axırda qərara gəlir ki, yox Adil, bu pullar sənin deyil. Sən bu pulu xərcləyə bilməzsən. Sən bu pulu aparıb yiyəsinə çatdırmalısan. Nəsə səhərisi bu çantanı götürüb gəlir polis şöbəsinə. Çantanı polis şöbəsində təhvil verir, deyir, bəs bunun sahibini tapın, mən zibillikdən tapmışam. Polislər mətəl qalır, bunun təəccüblənirlər ki, şükürlər olsun ki, hələ dürüst insanlar var, haqq ədalət itməyib. Və qərara gəlirlər ki, bunu çəkiliş eləsinlər, insanlara təqdim eləsinlər. Polislər çantanın yiyəsini tapırlar və jurnalistləri dəvət edirlər ki, bu oğlanın evində çəkiliş aparsınlar, bu pul yiyəsini də ora çağırırlar. Bu jurnalistlər yadları hamı yığışıb gəlirlər, pul yiyəsi də gəlir, pulu orada təqdim edir pulun sahibinə. Pulun sahibi də alır pulu, öz təşəkkürünü bildirir. Deyir ki, Adil, dürüst insanlar həmişə sonda qalib gəlir. Və bunu deyib, çantanı götürüb, xudafisləşib çıxır gedir. Hamı təəccüb qalır. Adilin özü də fikirləşirdi, jurnalistlər də fikirləşirdi ki, indi bunu pul sahibi bu puldan biraz götürüb bu Adilə verər. Amma görürlər, yox, vermədi, elə təşəkkür elədi, çıxdı, getdi. Bəli, bu çəkilişdə, verilişdə, televizorda gedir, hamı sağ olsun deyir, beləliklə iş tamama yetir. Amma Adil yenə başlayır intizar içində yaşamağa. Axı bu anasını necə əməliyyat elətdirsin. Elə bu ünvanla gedib Dəmirlikdə yeşələnir. Bir gün deməli Adilə sifariş gəlir ki, anasının həkimi tərəfindən, bəs ananı gətir, onun bir sonuncu iğnəsi var, onu vuraq ona. Adil bəli anasını götürür, aparır xəstəxanaya, amma fikirləşir ki, bunun pulu yoxdur axı, bu necə bunu əməliyyat elətdirəcək. Gətirir həkimin otağına, həkimin otağında bunun anasını götürürlər əməliyyat otağına, deyir ki, sən burada gözlə, biz onun iğnəsini yadın vuraq. Adil o qədər yorğun imiş ki, elə həkimin otağındakı kresloda bunu yuxu tutur, 8 saat yatır. Bəli, anasının əməliyyatı qutaranda bu həkim otağa daxil olur, bu həkimin ayaq səslərinə Adil yuxudan oyanır. Adil gözlərini açanda görür ki, həkim bir də bu pul tapıb verdiyi adam da buradadır. Həmin pul sahibi deyir, Adil, sən burada yuxu tutub yatmışsan, mən 8 saatdır sənin ananın əməliyyatındayam. Onu əməliyyat edirdim. Mən professor doktoram. Sənin anı əməliyyat elədik. Əməliyyat uğurlu oldu. Sənin artıq anan sağlam yaşayacaq. Mən sənə demədim ki, sonunda dürüst adamlar qalib gəlir. Ona görə ananı götür apar evə. Artıq o sağlam olacaq. Və Adilə təklif edir ki,
sən çox dürüst oğlansan. Mənim bir villam var. O villada mənə bir bağban lazımdır. Mən sənin kimi elə bir dürüst adam axtarırdım. Sən mənim villamda bağbançılıq eləyərsən, anan da bizim xörək bişirməyimizi yerinə yetirər. Gəl sən bugündən mənim bağımda çalışqına və mənim villamda da yaşayarsınız. Mən sənə demişdim axı, dürüst insanlar sonda qalib gəlir. İndi ona görə bu Adil də anasını da götürür, köçürlər bu həkimin villasına, orada xoş, firavan, mehribancasına yaşayırlar. İndi qardaşlar, heç vaxt naümid olmayın. Həmişə dürüst olmağa çalışın. Dürüst insanlar Allah Teala heç vaxt naümid qoymaz. Onların dərdinə əlac eləyər. Yaşasın dürüst insanlar. Sağ olun diqqətinizə görə.